Selena teleseriyaların sıralaması partı 1. Hadi bakalım başlayalım. Başlamadan əvvəl mən öz zövqümə görə sıralayacağım. Gələn ən qıcıq olduğum aktrisalı aktörlərdən biri isə onun üçün də səni 7-yə qoyuram. Zəhləm gedir səndə. Onun üçün də o. Ekrem, məncə sən yaxşı əmisən, onun üçün də sənin 5-ə qoyuram. Hadesin rolu yaxşı roldur. Əslində Selena pis olmalı idi, Hades yaxşı olmalıdır, rollar dəyişməliydilər. Sən onun üçün də 1-ə qoyuram. Honosu nə bilim, nə yaxşı idi, nə pis idi, amma ədalətli bir insan idi. Onun üçün də səni 4-ə qoyuram, ədalətli olduğun üçün. Sənayedə 9, zəhləm gedirdi. Selin ən qıcıq olduğum aktrisa idi. Çünki dağdan gəlib bağdakını qovurdu. Yəni Qıvıcıma o qədər pislik elədi və sevdiyi insan əlində aldığı üçün sən 8-ə qoyuram. Qıcıq oluram bundan da. 6. Selena əslində yaxşılıq eləməyə çalışırdı, amma pislik eləyirdi, çox vaxtı. Hadesdən Selena rol dəyişməli idilər əslində, onun üçün də səni 2-yə qoyuram. 3-ə Aslıya qoyacağım. Allahdan başqa şey istəsədim olarmış. Amma Aslı da zəhləsi getsə də, sevməsə də mən Aslı'yı çox bəyənirdim. Dobra insan idi və belə söz var, bilmirəm eşitsə, qırmızı üzlü, yəni nə fikirləşsə onu deyən insan mənim kimi. Məncə pis deyildi. Amma pis desə də pis deyildi. Yaşadığı pislikdə qarşı pis olur, çünki tək başına Qıvıcım böyüdüb, boya başa çatıb, yəni mükəmməl və mükəmməl, qüsursuz, güclü bir qadın və ana idi. Onun üçün də 3. Parti 2-də görüşərik. Videomu bəyənməyi, kanalıma abunə olmağı, videomu paylaşmağı unutmayın. Sizə yaxşı baxın. Bye bye.